Herkese selam dostlar, ben Monster. Bugün sizlerle birlikte Minecraft 6. sezon 4. bölüm sizlerle yanımda yine birbirinden değerli konuklarımız Nihat Bey ve Lafalın Yusuf Bey var. Ne demeyiz yeni videomuza? Dostlar, necə sizdən var, nə umarım yaxşılarsınız. Bu videomuzda çoxlu abunə, çoxlu və like gözləyirik, bir izlənmə gözləyirik sizdən. Sizi sevirik, bizi izləmədə qalın. Lafalın Yusuf Bey. Dostlar, kanala maalesef ki bir ayda video atamırıq. Yəni əslində Roblox atmalıydıq, amma imkanımız çatmadı. Bəli dostlar, yəni çox qıtlıq çəkdiyimizə görə mən hələ bir dənə topluluq paylaşmışdım, amma onu daha sonradan sildim. Çünki tutmadı o topluluq. Amma narahat olmayın dostlar, əlimizdən gəldiyi qədər yeni videoları sizin qarşınıza çıxartmağa çalışacağıq. Dostlar, bir də mən sizə bir şey demək istəyirəm ki, yəni biz bundan axırıncı dəfə bir ay əvvəl, yəni ayın 6-sı müqəddəs günə özəl bir video çəkmişdik. Yəni orada mən sizə çox söz verdiyimə baxmayaraq dostlar, yəni biz videoları gec atırıq. Artıq yəni yayın tam ortasındayıq. Belə olur ki, artıq yayda bitmək üzrədir. Yəni bilmirəm nətər hər şey çatdıracaq, çatdıramayacaq, o artıq bizim əlimizdədir. Amma yenə də dostlar, siz kanalımıza abunə olmağı unutmayın. 140 abunəyə son 2 abunə qalıb. 2 nəfər də ailəmizə qatılsa 140 nəfərlik devasa bir ailə olacaq. Kanalımıza abunə olmağı və videolarımızın hamısına, hələ ki bu videomuza da like atmağı unutmayın. Bu videoya sizdən ən az nə qədər like istəyək? 15 like olsun. 15. Dostlar, bu videoya sizdən 15 like gözləyirik. 15 like. Atsaz ikinci seçdik. Atın. Diğer bölümü bilmirik daha. Atılsa onu da çəkərik bəlkə. Dostlar, bir də onu demək istəyirəm ki, yəni biz həddindən artıq sizə çox söz veririk, amma yəni bir də görürsüz bu sözlərin üstündə dura bilmirik. Yəni niyə dostlar? Çünki yəni ekibimiz artıq ola bildiyincə yəni adam azlığı çəkirik. Yəni adam olmadığına görə əlimizdən heç nə gəlmir. Yəni bir də görürsüz ekip əməkdaşlarımızın heç birini falan tapanmırıq. Yəni mümkün olmur. Yəni o qədər yəni dəhşət bir yerə qədər gəlirik. Yəni mümkün olmur da yəni video çəkmək. Yəni mən əlimdən gəldincə istəyirəm video çəkəm, atam, yəni sizi sevindirəm. Amma yəni bir də görürsüz bu mümkün ola bilmir, deyilmi konuklarımız? Doğru. Evet. Ona qədər dostlar, yəni çalışdığımız qədər baxın belə 2-3 nəfərdən sizə belə videolar atmağa çalışacağam, yəni əlimdən gələn qədər. İndi isə köyə yeni yeniliklər gətirmişik, onları sizlərə göstərim. Dostlar, artıq bizim görmüş olduğunuz kimi belə bir görün bir dəqiqə. Artıq görmüş olduğunuz kimi bizim belə bir meydanımız var. Ətrafı bol-bol əlimdən gəldiyincə ağaclarla süslədim. Yəni daha bilmirəm nətər olar, siz nətər qarşılayarsınız. Amma məncə qəşəngdir. Mənə görə baxın. Ətrafa iyice baxın. Dostlar, məncə qəşəngdir, hə? Siz nə deyirsiniz? Çox qəşəng durur. Necə durur? Dostlar, Dragon Brothers köy meydanı. Dostlar, yaxında oyunu bitirmək videosu da gələcək. Dostlar, çünki buradakı heç bir insan dostlar oyunu tamamen bitirməyibdi. Və Və biz bitirəcəyik. Və biz bitirəcəyik və mənim əlimdəkilər gördüyünüz kimi səraldım. İndilik dostlar əlimizdə bu qədər var. Bəli dostlar, yuxarıda sol, yəni sağ köşədə yuxarıda görmüş olduğunuz kimi, yəni ilk dəfə mən bu başarımı aldım. Yəni həyatda bu başarımı almamışdım. Dostlar, baxın, yenə də axırıncı dəfə bu tərəflərinə də baxın. Nihat, baxın, özdə bura yeni bir ev ekləndi. Bura Sərxanın evidir dostlar. Baxın. Dostlar, mən sizə belə bir şey deyim. Mən bu evi elə çox da bəyənmədim. Siz indi yorumlara nə demək istəyirsiniz bu ev haqqında? Sanki biraz qəribə gəlir mənə. Stili elə bil yaxşı deyil. İndi siz də yorumlara cavablarınızı gözləyəcəm. Dostlar, Sərxan məndən nətər bir ev istəyibsə, mən də elə o evi elədim. İlk dəfə bu evi seçdi və mən də bunu elədim. Yəni başqa nə eləyə bilərəm? Daha Dostumun sonra əməyinə görə demirəm, onun əməyinə halallıq verirəm. Amma seçdi bu adamın evi mənim heç xoşuma gəlmədi. Niyə? Bir kere çox görünüşü biraz pis durur. Demirəm pis evdir, amma əziyyətini də itirmək olmaz. dostlar, yəni Nihat Bey qəti bu evi sevməyinə razı deyil. Yəni çox narazılıq eləyir bu ev barəsində. Amma mən o bir bölümlərdə də sizə dedim, mən yaptığım hər evi çox bəyənirəm. Daha yəni anlamıram bu niyə belə deyir. Yəni dostlar, siz bu evi gördünüz, bu ev yeni evdir. Bunu 10 üzərindən puanlamağı unutmayın yorumlarda. Bir dənə yəni əlavə 1-2 dənə ev qalıb Lafalın Yusuf Bey'in evin yanına. Onlar da tam hazır olandan sonra, yəni fikrimiz budur ki, köyə evlərdən sonra heykəllər tikək. Yaxşı fikirdir. Biri məsələn, bax bu dəqiqə mənim bir dənə fikrim var. Bir kazma fikridir, o kazma heykəli var. Bir dənə də 1-2 dənə də köpək ismi falan, bir də heykəl, pardon. Heykəl, bir də şey, yəni o belə Enderman falan, Minecraft'daki yaratıqlar falan olur. Onların heykəli YouTube'dan baxıb eləmək fikrim var.
Dostlar, bir də ki, yəni biz dünən Lafalın Süper ilə bərabər ilk dəfə, yəni baxın bu qədər oynanan gün sayısına siz sadəcə baxın. Bu qədər günə qədər gəldik və dünən də getdik dostlar, biraz yəni qazdıq. Baxın, həm kemik tozu nə idi? Baxın, bileys çubuğu qazdıq biraz. İndi daha bilmirəm nə qədər yetər yetməz, amma yetdiyi qədər məncə yetər də, yəni elə 12 dənə yetər də bileys çubuğu. Dostlar, biraz da yine biz toplayacağıq. İstəyirsiniz Nedirə gedəkmi? Biz də Nihada deyəcəkdim ki, mən Dostlar, gəlin Nedirə gedək bərabər mavi ormanda Enderman toplayaq. Dostlar, Nedirə gəldik. Baxın, bura ilk dəfə siz görürsünüz Nedirimizi. Baxın, bu şəkildə Nedirə gəldik və tam bəxtimiz olanda qavamızda da var, mavi orman var. Görə indi bacardığımız qədər biz buradan Enderman gözü toplamaya çalışacaq. Siz də əgər videomuz qısıtlı görünürsə, məndə şu an çox qısıtlıdır, parlaqlığınızı artıra bilərsiniz. Vurdum. Allah, qaçamıram. Nihat yardım elə. Dostlar, Allah. Dostlar, kanalımıza abone olup videomuzu beğenmeyi kesinlikle unutmursunuz. 15 like'da yeni video gələ bilər. Ne oluyor? Öldüm, yardım eləyin. Yardım eləyin. Hayır, birine daha vurdum. Adam Enderman'ı sıkışarım. Kaç. Dostlar, hayır, öldüm elə. Hayır. Dostlar, baxın, hələ ki, yəni o qədər savaşmamıza rağmen hələ bir dənə tapa bildik. Hələ ki sağıq. Dostlar, yenə tapsaq sizlərlə bərabər olacaq. Birini tapdım buradan. Dostlar, bəlkə bura 500-cü dəfədir gəldiyimizdir, yəni həyatı boyu. Yəni çox uduzuram, dostlar, yəni başa düşürsünüzmü? Gerçekten sabrım daşdı əməllicə. Hə, yəni bəlkə 500-cü dəfə düzə mən bura gəlirəm. Dostlar, baxın, Allah, baxın, Enderman kəsəcəkdim videoda, amma getdi. Dostlar, getdi Enderman. Bu videoya da sizdən yenə deyirəm, ən az 15 like atın, yeni video sizlərlə ola bilər. Artıq o baxır uşaqların burada olmasına. Gəlirmi? Allah. Hayır. Bəziləri olmasa da siz konuklar burada dostlar, narahat olmayın. Siz videoya like atmağı və abunə olmağı unutmayın. Əsas konuklar burada da əsas. Qoluma kalkan takmışam amma. Al işte. Dostlar, yəni Enderman kəsmək mənlik deyir. Yəni bu işin ustası, uzmanı Lafalın Süperdir. O kesinlikle kesecek ve beraber de oyunu bitirecek. Ne qaraq nə eləyək dostlar? Geri qalan 3 dəqiqəmizi nətər eləyək? Geri qalan 3 dəqiqəmiz də nə bilim söhbət eləyək. Dostlar, Blaze çubuqlarını mən hal-hazırda belə çevirdim. İndi baxın, əlimizdə olan sadəcə 9 dənə Ender gözü var. İndi əlimizdən gəldiyimiz qədər gələn bölümlərə qədər Ender incisi kasıb, bunun 17 dənəsini də harcasaq, yəni çox super olar dostlar. Çünki artıq oyunu bitirmə vaxtı mənə elə gəlir ki, gəlməlidir. Həm də ki dostlar, sizə bir dənə önəmli bir sual vermək istəyirəm. Bu 138 nəfərə gəlsin. Canlı yayın istəyirsinizmi dostlar? İstəyənlər mütləq yorumlara yazmağı unutmasın. 15 like atın. Canlı yayında istəsəniz yorumlara yazın. Yoğun isteklər uğruna qəşəng canlı yayın açarıq, yaxşımı? Dostlar, heç bəlkə canlı yayında da belə kasılıb, yəni endə gedə bilərik. Dostlar, özünüz də gördünüz, yəni mən bu videoda yəni o qədər heç nə eləyənmədim. Başlıqda da görmüş olduğunuz kimi, yəni bu video artıq söhbət və əyləncə kimi anlayın. Yəni bugünlük bu qədər olsun. Artıq videomuzun sonuna gəlirik. Kanalımıza abunə olmağı kəsinliklə unutmayın. 150 abunəyə bir şey qalmadı dostlar. 10-15 və 20 abunə də aramıza qatılsa, kəsinliklə və kəsinliklə 150 nəfərlik böyük bir ailə olacaq. Yəni bu videoya da ən az 15 like atmağı unutmayın. Canlı yayında istəsəniz videonun altına yazmağı unutmayın. Sizi çox sevirik. Sağ olun və bay bay.